Həzrət Səhrada imamət məqamı yox idi. İmamət vəzifəsi yox idi. Amma digər imamlarımızda imamlıq vəzifəsi var idi boyunlarında. Həzrət-i Zəhra salamullahi əleyha imamlardan üstündürmü? 14 məsumdandır. Belə demək olmaz. Həzrət Zəhra bu cəhətdən ki, imamların anasıdır. Bəli, bu baxımdan üstündür. Yəni imamların anası. Amma Həzrət Səhrada imamət məqamı yox idi. İmamət vəzifəsi yox idi. Bu cəhətdən, yəni Həzrət Səhrada imamlıq yox idi, amma digər imamlarımızda imamlıq vəzifəsi var idi boyunlarında. Yəni bir növ belə deyək, bu imtiyaz imamlarımızda imamət imtiyazı var idi, Həzrət Səhrada o yox idi. Amma Həzrət Zəhra bir ana kimi, bəli, digər imamlarımızdan ana olaraq üstündür. Bəli, çox gözəl, Allah razı olsun.